Əziz izləyicilər, bu gün əslində tərzilər mövzusuna baxırıq. Tərzilər mövzusunda qollu tərzlərdən istifadə edəcəyik. Yəni tərzlərin ən keçmiş formalarından olan qollu tərzlərdən burada bizə qollu tərzlər tarazlıq vəziyyətində veriləcək. Qısaca olaraq belə bir izah verə bilərik ki, qollu tərzlər, məsələn şəklini çəkək, bu qollu tərzimizdir bizim. Hər iki qolu eyni səviyyədə olmalıdır. Ortada bizə məsəl üçün tarazlıq nöqtəsi verir. Əgər sol tərəf 10 kilo çəkilirsə, məsələn, hər hansı bir meyvədirsə, sağ tərəfdə ona bərabər səviyyədə dayanmalıdır və o da çəkisi olmalıdır 10 kilo. Əgər burada 10 yox, məsələn, olsa ki, 6 kilo deyək, onda 10 kilo olan hissə aşağıda verilməlidir bizdə. Qollu tərzləri həll eləməyin 3 yolu var ki, bu əvəz etmədir, toplamadır, tərəf-tərəfə toplamadır və çarpaz toplamadır, belə deyək. Məsələn, qısaca burada izah edə bilərik ki, əgər bizə 2 tərəzi verilibsə, burada 10 kilodur, tarazlıqda olan tərəzidir hər iki tərəfi. İkinci tərəzi də əgər bizə verilib, məsələn, burada da 4 kilodur. Sağ və sol tərəfdə 2 tərəzidə 4 kilodur. Biz bunu tərəf-tərəfə toplasaq, hər iki tərəfdə olacaq 14 kilo. Və yaxud da ki, biz bunu əgər çarpazla toplasaq, yəni də bizə 14 kilo verəcək. Ona görə də bizdə tarazlıq pozulmayacaq deyə belə istifadə edə bilərik. Keçək birinci suala baxaq. Sualların üzərində işləyək bu yolları. İşlədikcə bizə aydın olacaq daha da. Məsələn, birinci sualda bizə tarazlıqda olan 3 tərəzi verilib. Daha 2 tərəzi verilib. Üçüncü tərəzi də tarazlıqdadır. Üçüncü tərəzdə sadəcə bizdə ikinci tərəf verilməyib, sağ qol. İkinci tərəfi bizdən soruşur. Biz ikinci tərəfi tapmalıyıq. 3BB nəyə bərabərdir? Burada tərəf-tərəfə toplaya bilərik. Deyə bilərsiniz ki, bəs biz bunu hardan təyin edəcəyik ki, burada tərəf-tərəfə toplayırıq, yoxsa çarpaz toplayırıq. Məsələn, görürük ki, bizdə aşağıda 3B verilib. Biz bu B-ləri elə toplamalıyıq ki, məsələn, bizdən soruşulan 3B-dirsə, bizim toplayanda cavabımız elə alınmalıdır ki, həmin 3B-lər yan-yana olmalıdır. Burada tərəf-tərəfə toplasaq ona görə, onu nəzərdə tutub toplasaq. AB ilə BBC-ni toplayacağıq. C ilə də ki, 3A-nı toplayacağıq. Bizdə olacaq A, B, 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 C. Bu da bərabər olacaq C 3 dənə A-ya. A-ların biri burada ixtisar edəcək. C-lərin də biri ixtisar edəcək. Biz alacağıq ki, 3B bərabərdir 2A-ya. Yəni D variantı. Keçək ikinci suala. İkinci sualda yenə də toplama qaydasından istifadə edəcəyik. Prosta bizdən bu dəfə 4x istəyir deyə biz bunu çarpaz toplayacağıq. Çarpaz toplayacaq ki, x-lər yan-yana gəlsin. Çarpaz toplayanda bizdə alınacaq x, y, x bərabər olacaq y-ə 4-də z-ə. 4z 3 yuxarıdaydı, bir də buradaydı, toplayacağıq. 4x bizdə bərabər olması üçün biz bu y-i silməliyik. İxtisar edəcək daha doğrusu. Sağ tərəfdəki y-lərin biri ilə. Bizim cavabımız olacaq 1y 4z. 4z 1y-də bizdə bunu silək ki, rahat görünsün, y variantındadır. Deməli, cavabımız olacaq y variantı. Baxaq 6-cı suala. 6-cı sualda bizdən yenə 200 bucaq soruşur. Deməli, biz bunu nə etməliyik? Bayaqki işlədiyimiz qaydada tərəf-tərəfə toplamalıyıq. Tərəf-tərəfə toplamalıyıq. 2 sual işləmişik. Yəqin ki, artıq aydındır ki,
Tərəf-tərəfə toplayanda biz nə edirik? Tərəf-tərəfə toplayırıqsa əgər hər iki tərəfdə 2 dənə toplanan varsa, sağdan da, soldan da onu silə bilərik biz. Məsələn, belə deyək də bir qollu tərəzi çəkək burada yenə. Tarazlıq nöqtəsini qoyaq ortaya. Tarazlıq nöqtəsi ortadadır. Burada da 10 kilo. Sağ tərəfdə də 10 kilodur. Biz hər iki tərəfdən 2 kilo götürürük. Məsələn, bunu 8-8 edəsək, tarazlıq pozulmayacaq. 8-8-ə bərabər olacaq. Hər iki tərəfi toplayanda deməli toplananlardan biz silə bilərik. Cəm dəyişmir. Cəm deyil, yəni tarazlıq dəyişməyəcək, cəm dəyişəcək. Kvadratla üçbucaq və dairə ilə üçbucaq var burada. Biz bunu toplasaq 2 dənə üçbucağı almalıyıq. Kvadratla üçbucaq burada ilə gedəcək. Bu bərabərliyin adı sol tərəfində. Bu da sağ tərəfində. Kvadratlar getdi ixtisar. Dairələrin də biri gedəcək, biri qalacaq. Deməli bizdə 2 üçbucaq bərabər olacaq Y variantı bir dairəyə. 8-ci suala baxaq. 8-ci sualda K, K, L bərabərdir M, M elə. Görür ki, sol tərəfdə də L var, sağ tərəfdə də L var. Bayaq dediyimiz qayda ilə, yəni buradan biz L ixtisar eləsək, tarazlıq pozulmayacaq. Soldan da, sağdan da. K, K, L bərabərdir M, M-dirsə, biz bunu belə yaza bilərik, yəni K, L bərabərdir M. Nəyə görə? Çünki bizdə olacaq 2K üstə gəlsin 2L bərabər olacaq M-ə. 2M-ə daha doğrusu. Deməli, 1M də bizdə bərabər olacaq K ilə. Amma cavabda görürük ki, M variantı yoxdur. Deməli, biz hələ də biraz dəyişiklik aparmalıyıq burada. M-in yerinə məsələn aşağıda biz KL yazsaq, yazaq aşağıda KL. KL yazsaq, K-ların biri ixtisar gedəcək buradan, biri də buradan gedəcək. 4L bərabər olacaq bizdə 2K-ya. Deməli, K özü bizdə bərabər olacaq 2L-ə. 2L-ə bərabər olacaq. K-nın da yerinə 2L yazsaq, cavab bizdə olacaq 3L. C variantı. 11-ci suala baxaq. Eyni tip suallardandır. 11-ci sualda da bayaq dediyimiz qayda ilə 3 dənə ulduzu bizdən istəyirsə, biz çalışmalıyıq ki, 3 ulduz bir yan-yana düşsün bir yerə. Ona görə burada da biz çarpaz yox, tərəf-tərəfə toplayacağıq. Tərəf-tərəfə toplayanda bizdə görürsünüz burada 2 dairə var, yuxarıda 3 dairə var. Bunlar ixtisar gedəcək. Bunlar ixtisar gedəcək. Üçüncü solda olacaq, o birisi dairələr sağda olacaq. Kvadratlardan da biri ixtisar gedəcək. İkisi hətta yuxarıda da, çünki kvadrat var, aşağıda da var. İkisi ixtisar gedəndə olacaq bizdə 3 ulduz qalacaq sağ tərəfdə. 3 ulduz bərabər olacaq bir dairəyə. Cavab A variantı. 14-cü suala baxaq. 14-cü sualda biraz hərflər çatışır deyə qaça bilərsiniz bu sualdan, amma bu ən rahat suallardan biridir demək olar. Burada sadəcə sağdakı, soldakı hədləri belə deyək, tarazlıqlanan tərəzinə ixtisar edəcəyik. Məsələn, yuxarıda görürük ki, sol tərəfdə 4 dənə K var, sağ tərəfdə 2K var. Deməli, biz K-ları buradan ixtisar edirik 2K. L sol tərəfdə 2 dənədir, sağ tərəfdə 4 dənədir. Buradan da ikisi gedəcək. M-lərin də biri gedəcək. Olacaq yuxarıda K bərabərdir L. Aşağıda da ixtisar edəcəyik. M-lər gedəcək. Hər iki tərəfdə 3 dənə M var. Sağ tərəf yəni 4 dənədir. 3 gedəcək. L-lərdən də biri gedəcək. Burada da L gedir sağ tərəfdə. K gedir sağda, solda K gedir. Aşağıda da olacaq LK bərabərdir M-ə. Bunu əvəz etmə yolu ilə eləyəcəyik. Yuxarıda məsələn KK bərabərdir LM oldu. Aşağıda isə biz M-i tapmışıq ki, LK-yə bərabərdir. M-in yerinə LK yazsa, K-ların biri gedir. Qalır 3L bərabərdir K-ya. Bizdən də nəyi soruşuldu? 3L soruşuldu. Cavabımız olacaq K. Keçək növbəti suala baxaq. Növbəti suallardan məsələn 18-ci suala baxaq. 18-ci sualda
4 dairəni istəyirsə bizdən yenə də tərəf-tərəfə toplaya bilərik. Tərəf-tərəfə topladıqda bizə dairələrin biri gələcək hər iki tərəfdən. Kvadratların biri gedəcək. Sağ tərəfdə qalacaq 4 dairə, bir ulduz. Ulduz da gedəcək bir dənəsi. Sol tərəfdə 4 dairəni artıq biz tapdıq. 4 dairə nəyə bərabər olacaq? 1 ulduz, 2 kvadrat C variantı. Keçək baxaq 20-ci sual. Deməli 20-ci sualda da biz ixtisar edə bilərik sağdan solu. Birinci tarazlıqda olan tərəzidə ulduzlar gedəcək, yəni dairə də gedəcək. Burada da ulduzla dairə gedəcək. Olacaq 2 ulduz bərabər olacaq dairə üçbucağı. Aşağıda baxsaq, aşağıda da 2 ulduz gedəcək, sağ solda. Dairənin də biri gedəcək. Bizdə olacaq üçbucaq ulduz 2 dairəyə bərabər olacaq. Deməli biz burada bunun yerinə 2 dairə yaza bilərik. 2 dairə yaza bilərik. Cavab variantlarına baxsaq, elə cavab variantında da var. B variantı deməli bizim olacaq. Artıq bu tipdə suallar sizə aydın oldu. Özünüz işlədikcə daha da rahat olacaqsa, rahat gələcək. Ona görə məsəl üçün bu tipdə suallar işləmişik. 23-cü sualın cavabını özünüz işləyib şərtli yazarsınız. Müzakirə edərik. İşlədiyimiz tip suallardan da burada dairə bərabər sual, bir dairə nəyə bərabərsə onu tapacağıq. Biraz artıq biz irəliyə keçək, irəlidəki suallara baxaq. Daha tərəzi sayını artıraq. Bunlar demək olar hamısı işlədiyimiz tiplərədir. Fərqli bir sual görmürəm burada. Baxma məsələsi 34-cü sualı. 34-də artıq 4 tərəzi verilib. Üst tərəziyə əsasən 4-cü tərəzinin MB-ni tapmağı soruşur bizdən. Biz burada hamısını da toplaya bilərik. Tərəf-tərəfə ikisindən də məsələn başlaya bilərik. İkisini toplayaq görə bizə nə verəcək? İkisini toplasaq tərəf-tərəfə əgər B-lər gedəcək. Sol tərəfdə 1B gedəcək. Sağ tərəfdə onsuz 1B-miz var. O ixtisara gedəcək. L-lər ixtisar olunacaq. Deməli, bu bizə verəcək ki 2K bərabərdir AABB. Yəni K bizə bərabər olacaq A plus AB-yə, belə deyək. AB-yə bərabər olacaq. Aşağıda da bizə verib ki, AA bərabərdir M-ə. M-in yerinə deməli biz burada AA yaza bilərik. Cavab variantlarımıza baxsaq, cavab variantlarında AAB deyə cavab yoxdur. Yuxarıda da tapmışıq ki, AB bərabərdir K-ya. AB-nin də yerinə K yazsaq, cavabımız olacaq AKD variantı. Baxaq 41-ci suala. 41-ci sualda belə. Bayaq 34-cü suala baxdıq. 12-ci sualdır. Burada bizə ikinci tərəzidə verilib ki, K bərabərdir BB-yə. Birinci tərəzidə isə KL var. Biz deməli onu gətirib yerinə yaza bilərik. Aşağıda L də verib. L ilə K-nın qiyməti. L ilə K-nın qiymətini yuxarıda yazsaq olacaq BB AA. BB AA yazsaq bizə aşağıdan soruşur AK-nı. K-nın qiymətini aşağıda yerinə qoyaq məsələsini. BB-dir. ABB bizdə elə cavab yoxdur. Ona görə də biz düz eləmişik, belə yazmışıq. 3 dənə B var. B-lərin ikisi ixtisar getsə, A-ların da biri ixtisar getsə, bizə göstərəcək B bərabərdir A-ya. B bərabərdir A-dırsa, B gözümüzdən yazıq quraqdır. B bərabərdir A-dır. Biz də aşağıda tapmışdıq, A-nın yerinə BB yazsaq, düz gələcək, yəni K BB-yə bərabər olduğuna görə. Deməli, biz B-nin yerinə A, A-nın yerinə B yaza bilərik burada. Bizdə A, A, B veribsə, B də
Onsuz da A-ya bərabərdirsə, deməli cavabımız olacaq A variantı, A, A, B. Növbəti baxaq 46-cı sual. 46-cı sualda bizdə n-i göstərir ki, n deməli bərabər l k-ya. L-i verib k-ya bərabərdir. 2m-i də verib n-ə bərabərdir. N-i soruşur. Yuxarıda başlasaq əvəz eləməyə. L-in yerinə məsələn burada yazaq km. L-in yerinə km yazsaq, orada km, kk bərabərdir l-ə. Bunu da gətirib n-in yerinə yazsaq, m-lərin biri ixtisar edəcək. Olacaq m bərabərdir 3k-ya. Görə cavab variantında elə variant var. Bəli, D variantı deməli doğru cavabımızdır. Buradan bir suala da baxaq, keçək növbəti tip tərəzilərə. 48-ci suala baxa bilərik. 48-ci sualda bizdə göstərir ki, AB bərabərdir C. BC-ni göstərib AD ilə tarazlıqdadır. AC-nin yerinə də AC ilə tarazlıqdadır D ilə. Ən rahat variant artıq D-ni verib ki, AC-dir. D-nin yerinə biz burada AC yaza bilərik. Burada BC bərabərdir AAC. C-lər ixtisar edəcək. Burada B bərabərdir 2A-ya. Yuxarıda da gəlib B-nin yerinə 2A yazsaq. Burada 3A bərabərdir C-yə. 3A C-yə bərabərdir. Bizə aşağıda verib ki, 4A. 3A C-yə bərabərsə bizdə olacaq yəni A, C. AC-nin də artıq qiyməti verilmişdir bizə. D-yə bərabərdir. Deməli, Y variantı olacaq doğru cavabımız. Cavab D. Artıq yeni tip tərəzilərə baxaq. Məsəl üçün, baxaq bu suallardan birdən 49-dan səhv eləmirəmsə başlayırdı. Burada bizə bir dənə dayaq nöqtəsi veriləcək. Sağda və solda qollarda hədlər veriləcək, yüklər veriləcək belə deyək. Biz onları tapmalıyıq, biz onları bir-birinə necə bərabər edə bilərik. Bayaqları bizdə sağdan soldan olan hədlər bir-birinə bərabər olurdu, amma burada dayaq nöqtəsi verilib. Gördüyünüz kimi dayaq nöqtəsi. Biz bunu bir-birinə bərabər edib tapanda ən sadə yolunu izah edəcəyik. Aradakı boşluqları nəzərə almalıyıq. Məsələn, x qoluna qədər olan boşluq. Gəlin bir bərabərlik yazaq. Xətlərə fikir verməyəsiniz, boşluqlara fikir verin ki, çaşmayasınız. 3 boşluq var x qoluna qədər. Deməli, biz bunu həll eləmək üçün olacaq bizdə 3 vurulsun x, üstə gəlinsin. 4-ə qədər isə 3, 4, 5, 6. 6 vurulsun 4. O da bizdə bərabər olacaq. 1, 2, 3, 4. 3-ə qədər 4 var. 4 boşluq var, orada 4 vurulsun 3. Bərabərdir. 5-ə qədər isə 2 dənə daxil boşluq var. Olacaq 6 vurulsun 5. Bunu həll edib cavabı tapacağıq. X-i tapacağıq ki, x nəyə bərabərdir? Sadə tənliyidir. Növbəti baxaq 54-cü sual məsələsi çaşdıra bilər ki, x ilə 5 eyni qoldadır. Heç bir fərqi yoxdur. Əvvəlki kimi eləyəcəyik, birinci baxdığımız sual kimi. Məsələn, baxaq burada 6-ya qədər 2 dənə boşluq var. Yəni, yazacağıq 2 vurulsun 6. Üstə gəlinsin. 1, 2, 3, 4, 5. 5 vurulsun 4. Bərabərdir. X-ə qədər 4 boşluq var. Plusdakı 5 də eyni qoldadır. Olacaq 4 vurulsun, artıq ayrı-ayrı vurmağa ehtiyac yoxdur. X plus 5. Yəni, həm 4-ü vuracaq X-ə, həm də vuracaq 5-ə.
Dərzilərin dövlət qulluğu proqramına bu qədəri bəs eləyəcək bizə. Yeni bir tip sual da yoxdur. Hamısını demək olar ki, izah elədik. Yenidən bu testləri işlədikcə öyrənəsiniz siz. Üzərində dəfələrlə işlədikcə daha yaxşı nəticə əldə edə bilərsiniz. İlk dəfə ola bilərsə çətin gəlsin, amma videoya baxa-baxa əvvəlcə işləyə bilərsiniz. Özünüz də görəsiniz ki, tərzdə mövzu çox rahat mövzulardır. İnşallah gələn videolarda başqa mövzuları izah edəcəyik. Kanalı izləmədə qalın. Zəhmət olmasa verdiyim sualları həll edib